Keçid alırıq qardaş Türkiyəyə. Türkiyədə baş verən ən son yeniliklərə. Əvvəla dünən Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yaydı. Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb. Dəyərli tamaşaçılar, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi xəbər yayıb. Bundan başqa İstanbulun Bəylikdüzü Bələdiyyəsinin sədri Murad Çalıq da vəzifəsindən uzaqlaşdırılıb. İstanbulun Şişli Bələdiyyəsinə isə qəyyum təyin edilib. Bu Türkiyə Daxili İşlər Nazirliyinin yenilədiyi ən son xəbərlərdən biridir. Bundan əlavə hazırda Əkrəm İmamoğlu'nun yerinə kimin təyin olunduğu da açıqlanıb. Bu barədə Son Dəqiqə, Türkiyənin Son Dəqiqə saytı xəbər yayıb. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu'nun həbsi və vəzifəsindən uzaqlaşdırılmasından sonra Türkiyə Bələdiyyələr Birliyində rəhbər dəyişikliyi baş verib. Xəbərə görə İmamoğlu'nun sədrlik etdiyi Türkiyə Bələdiyyələr Birliyinə Adana Böyükşəhər Bələdiyyəsinin başqanı Zeydan Karalar rəhbərlik edəcək. Zeydan Karaların müvəqqəti sədr kimi təyin edilməsi hazırda vəziyyətin idarə olunması baxımından mühüm addım hesab edilir. Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisi də yeni sədrini seçəcək. Verilən xəbərlərdən birində belə qeyd olunur və artıq CHP İmamoğlu həbsdə olsa da onun prezidentliyə namizədliyini açıq elan etdi və bunu da Türkiyə ictimaiyyətinə, Türkiyə xalqına çatdırdılar. Bu barədə CHP'nin artıq Instagram hesabında paylaşım edilib, dəyərli tamaşaçılar, və CHP Əkrəm İmamoğlu'nun prezidentliyə namizəd olduğunu açıqlayıb. Qeyd edək ki, 23 martda CHP prezidentliyə namizədini müəyyən etmək üçün ilkin seçki keçirib və partiyanın sədri Özgür Özel bildirib ki, ilkin seçimlərdə 15 milyona yaxın seçici iştirak edib. Çox ciddi bir rəqəmdir və bu rəqəm artıq nə qədər Əkrəm İmamoğlu'nun Türkiyə cəmiyyətində nüfuzu olduğunu həm də gözlər önünə sərməkdədir. Çox ciddi bir artıq Türkiyə iqtidarının rəqibi var. Bu CHP deməli prezidentliyə namizədi Əkrəm İmamoğlu'dur və Kılıçdaroğlu'ndan sonra baxaq Əkrəm İmamoğlu CHP'ni hara qədər aparacaq və CHP'çiləri hara qədər apara biləcək, CHP tərəfdarlarını. Bu prosesdə ümumiyyətlə CHP iqtidar olmağı bacaracaqmı? Türkiyənin qarşıda çox önəmli bir dövrü gözlənilir. Həm prezident seçkiləri baxımından, həm parlament seçkiləri, həm bələdiyyə seçkiləri baxımından. Bilirsiniz ki, hər üç seçkilər Türkiyədə çox böyük gərginlik və həyəcanla keçirilir və az qala bir futbol yarışı kimi son dəqiqəyə qədər nəticələr dəyişir və hər saniyənin öz hökmü olur Türkiyədəki seçkilərin nəticələrinin və Azərbaycan xalqı da qardaş Türkiyədə keçirilən seçkiləri elə öz seçkiləri kimi izləyir və çox böyük maraqla, həvəslə izləyir. Yəni özünün seçkisi kimi, özünün səs vermədə iştirakı kimi Azərbaycan xalqı bu prosesi izləməkdədir. Bu mənada indi uzun müddətdir bir davamlı iqtidar olan AKP ilə qarşıdakı dövrdə CHP arasında çox ciddi bir mübarizənin, gərgin bir mübarizənin gedəcəyini söyləmək mümkündür. Çünki indi Kəmal Kılıçdaroğlu'ndan sonra, ondan əvvəl Dəniz Baykal kimi liderlərdən sonra CHP daha bir parlaq bir figur, daha bir nüfuzlu figur çıxara bilib ortaya. Bu Əkrəm İmamoğlu'dur və o İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı idi. İndi ona bilirsiniz ki, korrupsiya iddiamları irəli sürülüb. Terrorla bağlı da, terrora dəstəklə bağlı da iddam irəli sürülmüşdü. Daha sonra prokurorluq bu iddama xitam verdi və yalnız Əkrəm İmamoğlu barəsində deməli korrupsiya iddiamı saxlanmaqdadır və